hədislərdə var, deyir, qiyamətin günündə, cəhənnəmin içində namaz qılan da var, Quran oxuyan da var, mücahid də var, infaq eləyən ki, ehsan eləyir, onlar da var, hətta şəhid də var. Təəccüb eləyirdi sahabə. Ya Rasulallah, necə yəni cəhənnəmdə namaz qılanlar da olacaq? Cəhənnəmdə ehsan eləyən də olacaq. Həzrət bir-bir onları şərh verir. Deyir, çağıracaqlar namaz qılanı, danışdıracaqlar. Deyəcək, ilahi, səlleytu ibtiğa əvəzhik, namaz qıldım, sənin rızayətüvə görə. Cavab gələcək, yox, səlleytə liyuqalə ma əhsənə salatə filanin. Namaz qılırdın, səni tərif eləyələr, deyələr, nə gözəl namaz qılır. İzhəbu bihi ilən-nar, aparın bunu cəhənnəmə. Bir namaz qılan getdi. Deyir, birin gətirirlər mücahid, cihad eləyirdi Allah yolunda. Gətirirlər, deyir, ilahi, qatəltu ibtiğa əvəzhik, cihad eləyirdim sənə görə. Cavab gəlir, yox, qatəltə liyuqalə ma əşcəə filanən. Ona görə müqatilə eləyirdin, cihad eləyirdin, deyələr filan kəs nə şücaətlidir. İzhəbu bihi ilən-nar, aparın cəhənnəmə. Birin gətirirlər, Quran oxuyurdu, müsabiqələrdə iştirak eləyirdi, birinci yeri tuturdu. Deyir, ilahi, mən Quran oxuyurdum sənə görə. Deyir, təəlləmtə liyuqalə ma əhsənə savtə fulanin. Deyələr, nə gözəl səsi var, nə yaxşı oxuyur. İzhəbu bihi ilən-nar, aparın cəhənnəmə. Ta gəlir çatır şəhidə. Deyir, ilahi, mən şəhadətə çatdım, canım var idi, qurban verdim. Deyir, qatəltu fikə, ilahi, mən sənə görə bu işləri gördüm. Cavab gəlir, kəzəbdə, yalan deyirsən. Lakinnəkə qatəltə liyuqal cəriun, sən getdin, müqatilə elədin, sənə deyələr cürətlidir, qorxmazdır. Şəhid oldun, onu da dedilər sənə. Fəqət qilə zalik, onu istəmirdin, onu da dedilər. Thumma umirə bihi, Allahın əmri gəlir, tain ki onu üzü üstə atın cəhənnəmə. Buna deyirlər riya. Bədbaxtlıq belə şeylərdədir. Şeytanın ən kasasının su tutan yeri buradır. Namaz qılmasın yox, bilir o qılacaq. Amma namazda oyun çıxarır. Namazı bəziyir, özün göstərir. Riya insanda bədbəxtlik